Ascon Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və TUM International'ın akademik dəstəyi ilə təsis edilən Ascon Mühəndislik və Texnologiya Məktəbinin təqdimat mərasimi keçirilib. Mərasimdə iştirak edən Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, ASET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən olan gənclər üçün bu imkan açıqdır. Yəni bu yalnız bir ali təhsil müəssisəsini əhatə etmir. Xüsusilə də süni intellekt, kiber təhlükəsizlik sayəsində öz gələcəyini istər akademik tərəfdən, istər karyera tərəfdən qurmaq istəyən gənclər üçün yəqin ki, unikal bir imkandır. Təbii ki, bu öz-özlüyündə kənarda baş verməsi də öz-özlüyündə pis xəbər deyil. Amma ali təhsil müəssisəsinin içində baş verəndə daha yaxşı olur. Çünki bu sintezdən həm də ali təhsil müəssisələri yaxşı mənada, yəni qazanır və yaxşı mənada onların da inkişafına təsir etmiş olur bu tip təşəbbüslər və bir mənalı olaraq bir daha da ali təhsil müəssisələrdə sənaye arasında əməkdaşlığın, yəni işbirliyinin bizim üçün nə qədər vacib olduğunu istəyirəm vurğulayım. Çünki bu olmadan həqiqətən də hər iki tərəf ola bilər ayrı-ayrılıqda uğurları qeyd edirlər, ayrı-ayrılıqda öz uğurlarını paylaşırlar. Daha sonra mərasimdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev də çıxış edib. O, yeni təsis edilən məktəbin gələcəyin texnoloji peşələrini istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdıracağını qeyd edib. Bu əməkdaşlığın növbəti addımı bu günləri Ascon Elm və Texnologiyalar Məktəbinin yaradılmasıdır və bu məktəbin digər məktəblərdən, digər ali tədris müəssisələrindən fərqləndirən əsas cəhət ondan ibarət olacaq ki, tələbələrimiz burada elmi öyrənməklə yanaşı eyni zamanda praktik biliklər əldə edəcəklər. Ascon isə burada yalnız sponsor qismində çıxış etməyəcək, eyni zamanda kurikulumun formalaşmasında bilavasitə iştirak edən bir təsisat kimi çıxış edəcək. Və burada sevindirici hal ondan ibarətdir ki, biz uzun bir müşahidələr apardıqdan sonra, uzun bir tədqiqat apardıqdan sonra qənaətə gəldik ki, biz bu yolda Münxen Texniki Universitetlə çıxmış olsaq, bu bizim gözləndiyimiz nəticələrə daha tez varmamız üçün yaxşı bir yoldur. TUM International'ın icraçı direktoru Friederike Hettinger bildirib ki, bugün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir. Minlərlə Azərbaycanlı məzun qlobal miqyasda rəqabət apara biləcəklər. Digər tərəfdən bu beynəlxalq fakültə və həmçinin də sənaye investisiyaları deməkdir və digər tərəfdən bu bir innovativ və qabaqcıl təcrübə körpüsü olacaqdır Azərbaycanla Almaniya arasında. Təhsildə olan qabaqcıl təcrübə bu transfer olmur, bu qurulan bir şeydir. Vaxt getdikcə tərəfdaşlıqla ki, o tərəfdaşlar eyni standartı və qarşılıqlı etimadı paylaşırlar və Azərbaycan Ascon Mühəndislik və Texnologiyalar Məktəbini bizimlə qabaqcıl təcrübə nümunəsi kimi seçmişik və sənaye ilə, sənaye nümayəndələri ilə və hökumətlə strateji bir fundament olaraq bu tərəfdaşlıqdan fəxr duyuruq. Texniki Universitetin rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, ASET layihəsi Azərbaycanın rəqəmsal gələcəyini investisiyadır. Universitet sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılan strateji addımdır. Sonra Ascon Mühəndislik və Texnologiya Məktəbinin təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni Ascon Holding tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və TUM International tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar. Burada ən yeni məzmunun, xüsusilə də süni intellekt, kiber təhlükəsizlik, kompüter elmləri sahələrində olan məzmunun tətbiqindən əlavə, həmçinin mühəndislik və sənaye ilə əməkdaşlıq qurulması planlaşdırılır və burada olan, mən düşünürəm ki, həm müəllimlər, həm dərs mühiti, həm də gələcəkdə iş imkanları bu məktəbin əsas fərqləndirici xüsusiyyətləri olacaqdır və bu il ola bilər kiçik miqyasda olsa da bu proqramın genişləndirilməsi, bu məktəbin böyüməsi gənclərimiz üçün ölkədə dünyanın aparıcı universitetlərinin keyfiyyətində təhsil almağa fürsət verəcəkdir və biz bu əməkdaşlığı eyni zamanda düşünürük ki, Elm və Təhsil Nazirliyi olaraq da daim
dəstəkləyəcəyik və onun da uğurlarını bir yerdə qeyd edəcəyik.